Ötən gün şimal-qərb bölgəsində yağışla müşahidə olunan şiddətli külək bəzi fəsadlara yol açıb. Dam örtükləri uçub, bəzi kəndlərdə işığın verilməsində fasilə yaranıb. Ətraflı süjetdə. Zulumla, əziyyətlə ev tikdik, bu da başımıza belə iş gəldi. Ora keçməyə qorxuruq, bura keçməyə qorxuruq. Qaxın Lələpaşa kəndində şiddətli külək nəticəsində Nahid Əzizxanova məxsus evin dam örtüyü qoparaq əkin sahəsinə düşüb. Həmçinin evin bəzi otaqlarının tavanı da dağılıb. Yağış sularının altında qalan ev əşyaları sıradan çıxıb. Oğlum evdən aparıb uşaqlar küləkdə qorxdular uşaqlar. Aparıb qonşu Tasma kəndinə nənəsi ilə. Bizə zəng elədi, mən gəldim bura, baxdım cəmaət üstündə işləyirlər. Mən tent açırlar, yağış paltara bir yeri yığdılar da, burada görsəmsə bu hamısı bərbaddır. Təzə evdir, öyle 2 il bitmir bu evin nələr. Hadisə ilə bağlı əraziyə müvafiq qurumların nümayəndələri cəlb edilib, evə baxış keçirilib. Bəzi köməkliklər gücümüz çatdığını elədik yerində. Ərazi nümayəndəsi də rayon icra hakimiyyətinə məlumatını verdi. Gün ərzində dəymiş ziyan da hesablanacaq. Rayon icra nümayəndəsinin tərəfindən də bura baxış keçiriləcək. Nəzərdə tutduğumuz işlər var, onları inşallah köməklik göstərəcək bələdiyyə olaraq. Külək, qazmalar və Qaşqaçay kəndində isə 2 tövlənin dam örtüyünü dağıdıb. Həmçinin rayonun bir sıra kəndlərində elektrik təsərrüfatına ciddi ziyan dəyib. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Şiddətli külək səbəbindən Zaqatalanın yuxarı Tala, aşağı Tala, Gəyəm, Car, Mazıq və Muxaq kəndlərində də elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Sadət Ayaz qızı Hacı Ömər İsayev, Sənan Bəhrəmli, ATV Xəbər, Qax.